Salam, əziz və dəyərli izləyicilər, hər birinizi xoş gördüm. Bugün buraxılış imtahanına ingilis dilindən düşə biləcək sual tiplərindən izah edəcəm sizə. Kanalımıza abunə olmağı, videomuza da like atmağı unutmayın və sizə yay dərsləri haqqında qısaca məlumat verim. Keçək dərsimizə. 3 ay müddətində həm ingilis dilini öyrənmək, həm də təkmilləşmək istəyirsinizsə, dərslərimizə qoşula bilərsiniz. Ətraflı məlumat üçün isə 070 386 0135 nömrəsi ilə əlaqə saxlaya bilərsiniz. Gəlin keçək suallarımıza. Deməli, birinci sualımız Choose a correct tense form. Bilin ki, zamanlara aid sual hər il mütləq düşür. Və gəlin baxaq bu sualımıza. If you at 5 you will. Baxın, cümləmizin ikinci tərəfi will, gələcək zamandır və birinci tərəfdə bizə if verib. Unutmayın ki, if-dən sonra heç vaxt gələcək zaman biz götürə bilmərik. Ona görə də will live və won't live uyğun gəlməz. B və Y variantları gedər. İndi gəlin zaman uzlaşdıraq. Baxın, gələcək zamanla left, keçmiş uyğunlaşmaz. C variantı hadn't left, keçmiş bitmiş uyğunlaşmaz. Amma live indiki sadə zaman uyğunlaşar. Oldu cavabımız D variantı. Zamanları da düzgün uyğunlaşdırmağı mütləq bilməliyik. Sonra keçirik o biri sualımıza. Yenə burada da tense formları, yəni zamanlara aiddir. Choose the correct tense form. When. Aha, yenə when var. Bu dəfə də when-ə aid baxırıq. Jane to London. She will do a lot of sightseeing. Yenə də gələcək zamandır, will-dir. Gələcəklə gələcək uzlaşmaz, həm də when-dən sonra gələcək olmaz. A, Y variantları getdi. Had gone, keçmiş bitmiş, gələcəklə uzlaşmaz və went, sadə keçmiş də uyğunlaşmaz. Ona görə də doğru cavabımız oldu goes. When Jane goes to London, she will do a lot of sightseeing. Yadınızda saxlayın ki, yəni gələcəklə uyğunlaşmaz, keçmiş bitmiş heç vaxt gələcək zamanlarla uyğunlaşmır. Doğru cavabımız oldu C variantı. Keçirik digər sualımıza. Mütləq düşəcək suallardan biri. Article. Mütləq düşür imtahanınıza və diqqətlə qulaq asın. This is highest building. Baxın, üstünlük dərəcəsi var. Sifətin üstünlük dərəcəsi varsa, mütləq biz hansı artikeldan istifadə edirik? Z. This is the highest building in New York. Yadınızda saxlayın. Ölkə, şəhər adlarının qarşısında biz heç vaxt artikel işlətmirik. Bəzi istisnalar var, amma əksər ölkələrin qabağında, şəhərlərin qabağında biz heç vaxt artikel işlətmirik. Burada da heç bir artikel qoymayacaq. Ona görə Z və boşluq olan variantımız B variantı. Doğru cavabımız oldu B variantı. Keçirik bu sualımıza. Burada da yenə də sifət aid, burada da bu artikel idi, yenə də keçirik sifət aid sualımıza. She was one of the girls in our class. Uşaqlar, əgər siz cümlədə tapa bilmirsinizsə, hansı müqayisədirmi, üstünlükdürmü, adi dərəcədirmi, mütləq orada yəni açar sözləri olur. Yəni qeyd olunur ki, əgər cümlədə seçmək istəyirsinizsə, bu cümlə üstünlük dərəcəsi tələb eləyir, sizə açar sözlər verir. Bu kitabınızda da qeydlər şəklində var. Mütləq və mütləq bilməlisiniz bunları. Baxın, one of the özündən sonra hər zaman üstünlük dərəcəsi tələb edir. Hər zaman. Burada da üstünlük dərəcəsi A variantı deyil və talkative. Talkative-də yox. Bəli, most talkative. The most talkative. She was one of the most talkative girls in our class. Mütləq sifəti yenidən təkrarlayın. Bilmədiyiniz nüanslar, bilmədiyiniz məqamlar varsa, açıb təkrarlaya bilərsiniz.
Burada da oldu. One of the most. Lokativ üstünlük dərəcəsi tələb etdi deyə doğru cavabımız C variantı. Keçdik digər sualımıza. Aha. Bu da quantifierslərə aid sualdır. How much butter is there in the fridge? Aha. Butter nədir uşaqlar? Yağ. Yağ da uncountable nouns, yəni sayılmayan isimlərə aiddir. Sayılmayan isimlərə aidsə, deməli, biz baxırıq görə hansı quantifiers işlədə bilərik. Few, a few. Bunlardan sonra sayılan cəm isimlər gəlir. Ona görə A və B variantlarını sildik. C variantı many. Many-dən sonra da həmçinin sayılan cəm isimlər gəlir. Getdi. A lot. A lot-dan sonra isim gəlmir. Feildən sonra işlənir. Məsələn, she speaks a lot. O çox danışır. Ona görə D variantını da atdıq. A lot of. Bəli. A lot of həm cəm, həm də sayılmayan isimlərlə işlənir a lot of. Ona görə doğru variantımız olacaq Y variantı. A lot of. How much butter is there in the fridge? There is a lot of butter. Yəqin ki, aydındır. A lot of həm sayılan cəmlərlə, həm də sayılmayan isimlərlə işlənir. Burada da doğru cavabımız Y variantı oldu. Keçirik. Aha. Burada nədir? Passive voice. Uşaqlar, passive voice hər il mütləq və mütləq imtahana düşür. Mütləq şəkildə. Aha. Gəlin bu cümləmizi keçirək passive voice-ə. The company accepted some new projects. Baxırıq. Biz deyirik ki, cümləni passive voice-ə çevirəndə xəbərdən sonraki tamamlığı gətiririk mübtəda yerinə qoyuruq. Some new projects. Bu oldu bizim mübtədamız. Tamamlıqda amma passive voice-ə çevirəndə mübtəda vəzifəsinə gəlir. A variantı olmaz the company. The company olan variantlarımızı çıxdıq. Some new projects. B, C, D variantlarını saxladıq. Baxın, indi keçirik xəbərimizə. Accepted. Keçmiş zamandadır da, elə deyilmi? Keçmiş zamandadırsa və projects cəmdədirsə, bizə cəm və keçmiş zaman were accepted uyğun gələcək. Some new projects were accepted kim tərəfindən? By the company. Aydındır mı? Bir də izah edirəm üstündən. Some new project bizim tamamlığımızı keçirdik cümlənin əvvəlin mübtəda vəzifəsinə. Baxırıq. Accepted keçmiş zamandadır. Bizə keçmişlər lazımdır təbii ki. Ona görə B və Y variantlarını atırıq. Və projects cəmdədir. Ona görə də were olacaq. Xəbərimiz də cəm olacaq. Some new projects were accepted by the company. Doğru cavabımız oldu. D variantı. Sonra, aha, burada da uşaqlar. Bu suallar düşmə ehtimalı çox olan suallarımızdan biri də budur. Baxaq nədir? Baby clothes sold in this shop. Uşaqlar, bəzən şagirdlər qatışdırırlar. Necə? Deyirlər ki, iki isim yan-yana gələndə cavab birincinə baxırlar. Amma birincinə baxmaq yox. Yadınızda saxlayın ki, iki isim gələrsə, mütləq ikincinə baxılacaq. Mütləq şəkildə. İndi, clothes, paltarlar hər zaman plural nounsdur. Yəni, cəm isimdir. Baxaq cəmlərə. Was, təkdir. Are, olar. Were, olar. Will be gələcək üçün uşaqlar həm tək, həm cəm ifadə edir deyə götürə bilərik. Is də təkdir. Bizdə neçəsi istəyir? How many are correct? Neçə variantımız doğrudur? 2, 3, 4, 3 dənə. Oldu doğru cavabımız E variantı. Keçdik bura. Definition, mütləq. Hər il imtahan düşən sual tiplərindən biri də budur, definitionlar. Gəlin baxaq. To shine nədir? Parlamaq. To produce or reflect light. İşığı əks etdirmək, əvəz etdirmək. Parlamaq mənasında. Ona görə birə oldu A variantı. To communicate nədir? Əlaqə saxlamaqda, kommunikasiya yaratmaq, kimləsə danışmaq və s.
Hansı olar? To exchange information with others. Başqaları ilə fikir mübadiləsi aparmaq. Ona görə bura olacaq B. To study nədir? Öyrənmək. Burada da bir dənə qalır C var. To learn something nəsə öyrənmək. Burada desənə 1A, 2B, 3C. Hansı variantımız olacaq? Y variantı. Doğru cavabımız oldu Y variantı. Choose the correct variant. Burada. Why do you want? Aha. Bu hansı dərs ayəçisidir uşaqlar? Bəli. Complex object-də. Mürəkkəb tamamlığa. Baxırıq. Why do you want? Biz bilirik ki, 8 dənə feilimiz var. Onları əzbər bilməliyik mütləq şəkildə. Özlərinə sonra hansılar to qəbul edir, hansı to-suz işlənir. Want da özündən sonra həmişə to hissəci tələb edir. Baxıraq to hissəci olanlar A, D və Y variantıdır. Qalan B və C variantlarını atdıq. To make. Aha, qoyduq. Why do you want to make? Make bilirik ki, make və let feili özündən sonra həmişə sadə forma tələb edir. To falan heç nə qəbul etmir. ADC feilin məsdər formasına. Baxır hansınadır? Saying yox, uyğun gəlmir. To say, to hissəci var, uyğun gəlmir. Y variantındakı bəli, doğrudur. ADC forma. Yəni feilin məsdər formasını tələb edir. Why do you want to make me? Say what do you want? Gördünüz? Doğru cavabımız oldu Y variantı. Keçirik digər sualımıza. Bu sonuncu sualımızdır, əziz və dəyərli şagirdlər. Choose the correct modal verb. Aha, modal feili biz tapırıq. Hansı modal feili daha çox uyğun gəlir? Each of us do something to stop polluting the environment. Aha. Baxaq gəlin variantlarımıza. Out. Hanı out'un to'su yoxdur. Uyğun gəlmir. Başqa hansısa uyğun gəlmir bir variantımız varmı? Məncə yox. Ona görə gəlin, baxaq görək burada necə istifadə edin. Daha doğrusu, necə? B variantında needn't. Needn't ona görə uyğun gəlməyəcək ki, məntiqi baxımından. Each of us needn't do something to stop polluting. Əgər yəni ətraf mühit çirklənirsə, biz heç birimiz əlimizdən gələn heç nəyi etməməliyik. Uyğun gəlmir axı. Ətraf mühit çirklənirsə, deməli biz nəsə edib onun qarşısını almalıyıq. Ona görə B variantı uyğun gəlmir. Have to, burada da have to var, burada da. Belə baxanda each of us have to-dur. Uyğun gəlir. Amma each özü təkdə deyə hər zaman xəbər də necə olacaq? Təkdə tələb eləyəcək. Ona görə have to axı cəmlərini işlənir. C və Y variantı uyğun gəlmir. Elə deyil. Aha. Qaldı bir dənə D variantımız. Each of us should do something to stop polluting the environment. Ətraf mühit çirklənəndə biz hər birimiz əlimizdən gələn hər şeyi etməliyik. Yəni ətraf mühit təbii ki, çirklənirsə, əlimizdən gələn hər şey etməliyik. Should'un özünün tərcüməsi nədir? Malı, məli. Ona görə də doğru cavabımız oldu D variantı. Bugünlük bu qədər, əziz və dəyərli şagirdlər. Əgər hər hansı bir sualınız, çətinliyiniz olarsa, rəy bölməsində yaza bilərsiniz. Hər birinizə imtahanlarda uğurlar arzu edirəm. Digər videolarda görüşənədək. Hələlik.